Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Əgər evdə soda və limon duzu varsa, çaydanın içərisindəki ərpi asanlıqla təmizləmək olar. Ərpi təmizləmək üçün çaydana 2-3 yemək qaşığı soda əlavə edirəm. Üzərinə 2 stəkan üzüm sirkəsi əlavə edirəm. Üzüm sirkəsini digər alma sirkəsi ilə də əvəz etmək olar. Biraz çalxaladıqdan sonra çaydanın içərisinə adi soyuq su əlavə edirəm. Qeyd edim ki, bu üsulla samavarın içərisini də təmizləmək olar. Ocağın üzərinə yerləşdirib, qapağı yarımaçıq vəziyyətdə təxminən 15-20 dəqiqə bu suyu qaynadıram. Sonra ocağı söndürürəm. Sirkəli sodalı su çaydanda 15-20 dəqiqə qalır. Qaşıqla bu cür kənarlarını qarışdırıram ki, ərp daha yaxşı qopsun. Sonra sodalı suyu süzürəm. Azacıq içərisini sürtürəm. Axar suda təmiz yuduqdan sonra adi soyuq su ilə doldurdum. Çaydana 2-3 yemək qaşığı limon duzu əlavə edirəm. Qapağı açıq şəkildə ocağın üzərinə yerləşdirib 15-20 dəqiqə bu suyu qaynadıram. Ocaqdan götürdükdən sonra limon duzu əlavə etdiyim su çaydanda 10-15 dəqiqə qalır. Sonra suyu süzüb təmiz-təmiz yuyuram. Gördüyünüz kimi içərisinin ərpi tamam gedibdir, tərtəmiz oldu. Çox gözəl üsuldur, həm də ki rahat üsuldur, sınamağa dəyər. Videom sizlər üçün faydalı oldusa, izləyərkən bəyənməyi unutmayın.